Bəli, yeni sezon artıq kartlar yenidən davam edirik. Əlimdə olan axırıncı kartlardır. Növbəti videolarımız short videoların çəkəcəyik və short videoları ancaq birləşdirib bax belə sizlər üçün uzun videoları bax elə onda eləyəcəyik. Bundan əlimdə qalan axırıncı kartları göstərirəm. Düz əlimdə yenə kartları var, göstərəcəyim kartlar var. Bu günləri sizlərlə bugün 7 dəqiqə, 8 dəqiqə boyunca kart çəkiliş edəcəyik. Əvvəla əlimdə kəsdiklərim də var. Bax belə üçlü hallara kartlar var. Həm üçlülərdən göstərəcəm, həm də ki kəsdiklərim ayırdıqlarından göstərəcəm. Gəlin indi isə başlayaq. Charlton 100 yetenek yazıb, şeydir, 9 nömrədir, karyerasını bitirmiş İngiltərəli bir futbolçudur. Militao. Məsələn, indiki dəyəri ilə baxanda Salih Uçan, məsələn, indiki bu 2020-24 sezonu kartlardır. Məsələn, dəyərinə baxaq. Məsələn, burada Hakan Çalhanoğlu var. Hakan Çalhanoğlu dəyəri 39 milyondur. Görək, Tete. Galatasaray'dan Tete 25 milyon. Atı Hazard. Dəyəri 7 milyon. Bəlkə də indi artıb, bilmirəm. Abdülkadir Ömür 8 milyon. Trabzonspor. El-İttihat. Hətta bu Benzema'nı axtarırdım. Adı hansı komandada oynayır? Adını El-İttihat. Angel Di Maria adı Benfica'da getsə də indilik dünya klublar arası çempionatda. Amma özü Argentina'nın bir klubunda oynayır. Təbii ki də həmin o kluba da dünənləri Galatasaray'ın qapıçısı keçib. Neydi adı? Galatasaray'ın qapıçısının adı neydi? Yadımdan çıxdı. Yazarsınız. Yadımdan çıxdı. Adı neydi dəqiq? Muslera. Muslera keçib. Muslera. Muhammed Salah 2 dənə. Məsələn, Muhammed Salah'ın dəyərini alınır 115 milyon. Baxaq, Lionel Messi 399 milyon. Abi 399 milyon da olmaz da, yəni Lionel Messi. İndiki dəyərə baxanda 15 diyorsa 20 milyon dəqiq dəyəri var. Dušan Tadić dəyəri 5 milyondur burada göstərilib və Dušan Tadićin də Qarabağa gəlməyi çox yaxındır. Bütün sosial şəbəkələrdən bax belə söhbətlər gedir. Andres Iniesta, Salih Uçan, yenə Iniesta, Robert Lewandowski, Hazard, Fabinho, Tadić, Dušan Tadić. İsmail Yüksek Fenerbahçe'nin artıq neçəncə futbolçusudur? İkinci futbolçusu. Ruben Dias, Bastoni, Luis Nani, Robert Lewandowski, Bastoni, Luis Nani, Mbappe, Kerem Demirbay, Militao, Abdülkadir Ömür, Fabinho, Hakan Çalhanoğlu, Ruben Dias, Kerem Demirbay, Mbappe, Rıdvan Dilmen. Rıdvan Dilmen Fenerbahçe'nin o vaxtki futbolçusudur. Dəyəri sonsuzluq göstərilib və 8 nömrə orta saha bir futbolçudur. Yenə Angel Di Maria, Karim Benzema, Tete, Rıdvan, Van Dijk, Cenk Tosun. Cenk Tosun da hal-hazırda Fener'in şərəfini qoruyur. Bəlkə də bu qədər o Fener'in çıxdığı oyunlarda az gol vurub. Harkin Tottenham'dan Bayern Münihə keçiş elədi. Marco Reus da Amerika bir dəqiqə yox. Amerika deyil, Səudi Arabistan klubunda oynayır. Mateusz karyerasını qurtarmış Alman bir futbolçu var burada. Bəli, komandasının axırıncı komandasını göstərməyiblər, amma oynadığı milli var burada. Keçən indi üçlü kartları istəməm göstərək. Burada var Johan Cruyff, Erling Haaland, Ferdi Kadıoğlu, Niderland, Norveç və Türkiyə. Belə bir üçlü. Yenidən eynisi.
Edin Dzeko, Thiago Silva, Cristiano Ronaldo ən çox sevdiyim, yəni favorit üçlü kart bax mənim üçün budur. Favorit kartımı bura qoyacağam. Sonunda göstərəcəm yenə də favorit kartlarımı. Hansı seçirəmsə. Luis Nani, Lionel Messi, Hazard. Ronaldinho, Zico, Sasha Boye. Yeni iyisi. Kerem Aktürkoğlu, Kevin De Bruyne, Andre Onana. Çox kartlarımı seçdiyim. Alasana da deyirsin. Bunları qoyaq bir kənara. Çünki bəyənəcəyim kartları birazdan göstərəcəm sizə. Salah, Kerem Demirbay, Muhammed Salah. Eyni kart. İsmail Yüksek, Cenk Tosun, Virgil van Dijk. Onu da bir tərəfə qoyaq. Çünki Halil Dərvişoğlu, Getson, Fernandes, Toni Kroos. Toni Kroos da bilirsiniz, keçən yay karyerasını bitirdi. Amma məsələn, burada dəyəri 2 milyona bir futbolçu var. Halil Dərvişoğlu. İstəyərəm amma Halilin bir Qarabağa gəlməsini. Tibiti Kurtuva var burada. Qazel var. Mert Hakan Yandaş. Məsələn, buradan istəyirəm Qazelin Qarabağa gəlişini və yaxud Mert Hakan Yandaşın Qarabağa gəlişini. Niyə də olmasın ki, belə bir hücumçumuz, yarı müdafiəçilərimiz niyə də olmasın. Eyni Salih Uçan, Hakan Çalhanoğlu, Abdülkadir Ömür, kart düşdü yerə, neysə. Kaka, Bodi, Nikola Zanyola. Mən bu kartları kesək. Baxın, özə bir topa çıxıb kartlardan. Görürsünüz, bir topa. Nə qədər istəyirsiniz, bax, kartdan var. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Sadio Mane, Victor Nelson, Heung-min Son. Növbəti videoda favori seçdiyim kartları göstərəcəm mütləqlərdə istəyirəm. Artıq son 3 şey qalıb. Paulo Maldini, Muleka, Bakumba. Eynisləri. Və bitdi.